Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel tekunu minkum ummetun yed'un ila'l hayri ve ya'murun bil ma'ruf ve yenhavun 'anil munkeri ve ulaike humul muflihun. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri bu aziz, bu güzel cuma gününde Allah'ın evinde, Ehl-i Beyt kapısında Allah salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizane isteğim, arzum budur ki Allah Teala her birimizi tekva yolunda sabit kadem karar versin inşallah. Amin. Ve Allah'a anvere celal ve izzeti hatirine ne ki geçmişte səhvlərimiz, xətamız, günahımız var. Allah Teala bugün hatirine onu üstündən əfv qələmin çəksin. Günahlarımızı bağışlasın. Bir daha günah etmemekte bizlere güc versin inşallah. Ve gələcək günlerimizde ömrümüzün ahırına kadar, hayatımız ne kadar varsa, Allah ne kadar bize ömür bəxş edibsə, o ömür çağında Allah'a ibadet eleyen, Allah yolunda olan qədəmlərimiz sabit olması için ve imanımızın daha güzel olması için ve Allah yolundan çıkmamamız için Allah Teala her birimize kömək olsun inşallah. Cemalı Peygamber salavat zikreliye. 28 may doğrudan da Azərbaycan xalqı üçün böyük bir qələbədir. Müstəqillik günüdür. Azadlıq gözəl bir məfhumdur. Azadlıq gözəl bir istəkdir. Azadlıq gözəl bir arzudur ki biz onu Aşura günü Kərbəlada İmam Hüseyndən görürük və şahid oluruq. Allah Teala hər bir Azərbaycanlıya o cür azad ruhda, o cür Allah'ı tanımaqda, o cür imanda olmaqda, o cür birbirimize kömək olmaqda, o cür dinimizin daşınmasında birbirimize kömək olmağı Allah bize qismət eləsin inşallah. O zaman 1918. il 23 ay devam eder bizim müstəqilliyimiz ve ondan sonra Sovet hökuməti qurulur ve ondan sonra Azərbaycan üçün çətin günlər başlayır, əzablı günlər başlayır. Xüsusilə də din sayəsində bütün məscidlərimiz bağlanır, dindarlarımız imkan verilmir ki onlar dini ayinlərlə məşğul olsunlar. Onlara imkan verilmir ki öz evladlarına kəbin belə kəstirsinlər. Onlara imkan verilmir ki hətta öz dünyadan köçmüşlərinə lazımı qədərində dini ayinləri icra etsinlər. Bu çox çətin idi. Ama 91. il yenidən bir qayıdış, yeniden bir özümüze qayıdış, yeniden Azərbaycan xalqına elə bil ki bir gözəllik Allah tarafından bəxş oldu ve o müstəqilliyi təkrarən biz əldə eləyə bildik. Ama bu müstəqilliyə qədər o 70 il ərzində bizim çox alimlərimizi, insanlarımızı ya Sibirə sürgün etdilər və yaxud da ki müxtəlif adlarla onları güllələdilər. Onları bu dünyadan apardılar. Ve bu cür zulümler bizim başımıza, Azərbaycan xalqının başına gelip. Sözümün evvelinde Ali İmran suresinin 104. ayesinde Allah Müteal böyle buyurur. وَلْتَكُنْ مِنْكُمْ اُمَّةٌ يَدْعُونَ اِلَى الْخَيْرِ وَيَعْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَاُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. İçerinizden ey insanlar, gerektir ki içerinizden insanlara xeyir ve davet eden, yaxşı işe buyuran ve pisliklerden çekindiren bir dəstə olsun. Veltekunu. Lazımdır ki aramızdan elə bir insanlar seçilsin ki onlar yaxşılığa davet etsin ve pisliklerden insanı, cəmiyyəti, xalqı pisliklerden uzaklaştırsın. Xəbər versin onlara.
onlara xəbərdar etsin, onlara bəyan etsin, onlara açıqlasın pislik nədir, pislikin mahiyyəti nədir, pislik edəndə insan necə olur və bu cəmiyyətdə əgər pisliklərlə başlasa, bu cəmiyyətin axırı hara getmiş olur. Deyir, lazımdır ki sizin aranızda elə seçilmiş insanlar olsun ki, sizi pisliklərdən çıxardıb, yaxşılıqlara tərəf yön almaqda sizlərə kömək olsun. Lazımdır bu cür insanlar. Və yenhavna anil munkari və ulaike humul muflihun. Məhz onlardır nicat tapanlar. Əgər aramızda belə bir insanlar olarsa bizim aramızda, bizi doğrudan da o yaxşılığa doğru dəvət edərsə və bizi pisliklərdən, yəni Allahın sevmədiyi işlərdən uzaq edərsə, çəkindirərsə, xəbərdar edərsə və biz də ayılıb pisliyə tərəf yox, yaxşıya tərəf yön almış olarıqsa, deyir, o insanlar nicat tapanlardır. O insanların ardınca gedin, o insanların sözünə qulaq asın, o insanlarla bir yerdə olun, o insanlarla həm vətəninizi, həm ölkəvizi, həm xalqımızı, həm dinimizi, həm milli dəyərləri, həm dini dəyərləri qoruyun. Mənəvi dəyərlər lazımdır. Mənəvi dəyərlərin içində dini dəyərlər yer alır. İnsan dini dəyərini əgər bilməzsə, mənəviyyatı olmayandan sonra nə çıxar o insandan? Hətta vətən torpaqların qorunmasında dini dəyərlər əsasdır. Nə deyir İmam Hüseyin əleyhissalam Kərbəlada? Ləv kənə dini Muhammedun la yəstəqimu illa bi qətli ya suyufu xuzuni. Düzdürmü? Deyir, ey insanlar, əgər deyir bu haqq olan din, İslam dini, babamın gətirdiyi bu din, mənim qətlimi lazımdırsa, mənim qətlim onda, mənim şəhadətim lazımdırsa, balalarımın şəhadəti lazımdırsa, qardaşlarımın şəhadəti lazımdırsa, məndən sonra ailəmin, körpələrimin əsir olması lazımdır. Məhz o hal ilə babamın gətirdiyi din haqq olaraq qalacaqdırsa, ya suyufu xuzuni, ey qılınclar, alın məni, ey qılınclar, parçalayın məni. Yəni, haqq olan din. Baxın, bir şeylə sizə yadınıza salım. Və onu inşallah Allahın izni ilə oradan başlayıb ta axirə qədər istəyirəm ki, və özüm də və sizlərə də o sözü deyə bilim, çatdıra bilim Allahın izni ilə. Allah inşallah kömək olacaq. Baxın, əziz qardaşlar, İmam Hüseyin əleyhissalamın hərəkatında İmam Hüseyni utanmadan dövrün, zamanın insanları nə etdilər? O zaman ki, İmam Hüseyin haqq üçün vuruşmaq istədi və haqq üçün çalışmaq istədi və hər bir şeyi də haqq üçün dedi, yox mən bu işdən dönmərəm. Nə etdilər? Zamanın namaz qılanları, zamanın həccə gedənləri, zamanın oruç tutanları bir yerə yığışdılar bu dünya üçün. Əməvi hakimiyyətində din adına Əməvi hakimiyyətin istədiklərini, Bəni Üməyyənin istədiklərini din adına insanlara, sakit və avam insanlara yeritməklə İmam Hüseyin əleyhissalatu vesselamı nə etdilər? Dindən xaric etdilər. Halbuki Hazreti Peygamber aleyhissalatu vesselam buyurmuştu ki, ey Müslümanlar, ey namaz kılanlar, Allah'ı tanıyanlar, üzünü kıbleye tutanlar. Bu Hüseyin ki var ha, benim nevemdir, o benim bir parçamdır ve o cennet cavanlarının ağasıdır. Bunu eşidenler dünya hatirine, bu dünya eşkine, ki bəz Şüreyh Qazi səni bu dünyada nə istirsən qəni edərik, tək sən bir şey çıxart ki İmam Hüseynə qarşı insanlar, cəmaat, avam, müsəlmanlar Hüseynə qarşı vuruşa bilsinlər və vuruşsunlar, müharibəyə geçsinlər, qılınc qaldırsınlar, ox vursun, açsınlar, nizə açsınlar, bunu etsinlər. Və Şüreyh Qazi də onu şeytanla bərabər birləşdi, elə bir fətva çıxartdı ki İmam Hüseyni neynədi? Dindən xarici adı qoydu, dindən çıxmış adını qoydu və ondan sonra onun ölüm hökmü verildi. İmam Hüseynin əgər zamanında 1400 il bundan öncə Müslüman içində, yəni bu dünyaya və şeytanla birləşib, bu dünya malı üçün haqq olan
Natiqi Qur'anı öldürmək üçün bu cür qanun çıxarda bilirlərsə, ondan sonra görün nə qədər haqsızlıqlar dünyada baş verib. Nə qədər tarix olduğu kimi yazılmayıb. Nə qədər tarixə nəyəsə xatir, hansısa dünya malına xatir, hansı təəssübkeşliyə xatir nələr dəyişdirilib. Bunlar var. Amma əsl həqiqətdə tarix nədir? Və belə möhtərəm insanların iş və amalı nə olub? O tamam kölgədə qalır. Peyğəmbər və Ali Peyğəmbər salavat zikr edir. İmam Hüseynin yaşadığı bir dövrdə Muaviyə və oğlu Yezid, Muaviyənin son dönəmləri və Yezidin belə insanlar arasında təşəbbüslə möminlərin əmiri kimi, xəlifəsi kimi insanlara sırmaq istəyən bir dönəmdə günlərin bir günü Yezidin ətrafında olan yar-ı ənsarı xanımlar haqqında danışırlar, əleyhissalam, və gəlib çatırlar Abdullah ibn Salamın xanımı Üreynəb haqqında danışırlar. Deyirlər ki, bəs Yezid, Üreynəb elə bir xanımdır ki, elə bir gözəlliyi var ki, Allah Taala onu elə gözəl yaradıb ki, baxan göz istəyir. Bu minvalla o qədər deyir, o gecənin vaxtında sərxoş olan Yezidə bu sözləri deyəndən sonra deyir, siz Üreynəbi, Abdullah ibn Salamın xanımı Üreynəbi mənim gözümdə o qədər gözəlləşdirdiniz, mən gözümün qabağında onu canlandırdınız və mən onu görmədən ona nə etdim? Aşiq oldum. Səhəri gün gəlir atası Muaviyə lənətullahın yanına. Deyir, ata, nə edirsən et, Abdullah ibn Salamın xanımı Üreynəbi mənim üçün arvad et. Muaviyə çox hiyləgər idi, bilirsiniz. Biraz fikirləşəndən sonra Əbu Hüreyrənin yanına çağırdı. Dedi ki, bəs Abdullah ibn Salmanı çağır hüzuruma, gəlsin. Deyir, Abdullah ibn Salmanı Əbu Hüreyrə getdi, çağırdı Mədinədən Şama, gəldi Muaviyənin məclisində iştirak etdi. Bu dəm deyir, Muaviyə Əbu Hüreyrəni təkrar çağırır və onun qulağında bir sözlər deyir. Deyir, get Abdullah ibn Salama, deyinən ki, mənim ondan çox xoşum gəldi, istəyirəm ki, o mənim yeznəm olsun, yəni kürəkənim olsun, mən istəyirəm öz qızımı ona ərə verəm. Bu sözləri Əbu Hüreyrə gedib çatdırdı Abdullah ibn Salama. İbn Salam, Abdullah çox sevindi. Sevinəndən sonra bu tərəfdən də Muaviyə öz qızına dedi ki, əgər Abdullah, yəni sənin hüzuruna gələrsə, deyinən ki, mən bir şərtlə sənə ərə gələcəm ki, illah ki, sən öz arvadını, birinci arvadını təlaqın ver, ondan sonra mən razıyam sənə ərə gəlməkdə. Baxın, İslam rəhbəri, bunu elə belə demirəm, məqsədim var, İslam rəhbəri. Deyir, bu sözləri deyəndən sonra Abdullah çox sevindi və tez Muaviyənin hüzurunda öz həyat yoldaşı Üreynəbə təlaq verdi. Muaviyə də tez fürsətdən istifadə edib onun imzasını və əl basmasını da həmən təlaqnamənin üstünə qoydurdu və bu tərəfdən hələ Abdullah Şamda ikən, Muaviyənin sarayında ikən, xəyalları qurmaqda ikən Əbu Hüreyrəni göndərdi Mədinəyə ki, Üreynəbə, Abdullahın həyat yoldaşı Üreynəbə çatdırgınan ki, bəs Abdullah səni boşladı, bu da onun təlaq kağızı, ağlayar, çox özündən çıxar və ondan sonra deyilən ki, darıxma ilə səni Muaviyə öz oğlu Yezidə istəyir, ona sən xanım olacaqsan, ondan sonra ram olacaq. Əbu Hüreyrə götürür həmən təlaqnaməni, gedir Mədinəyə tərəf. Mədinəyə daxil olanda yolda İmam Hüseyni görür. İmam Hüseynlə rastlaşandan sonra bu işi söz əsnasında danışır ki, bəs mən Muaviyənin əmri ilə gedirəm Abdullahın evinə. Məsələ nədir? Bəs Abdullah öz həyat yoldaşını boşuyub, təlaqnaməsi də məndədir və ondan sonra da ki, öz qızını ona verəcək. Ümeyrəyə də deyib ki, bəs
darıxmasın, onu da öz oğlum Yezidə alıram. Bu işi İmam Hüseyin biləndən sonra, deyir, bu sözləri deyəndən sonra Abdullahın həyat yoldaşını deyərsən ki, İmam Hüseyin də səni istəyir. Amma bu sözlərdən sonra deyərsən ki, Hüseyin də səni istəyir. Əbu Hüreyrə yazır ki, mən getdim, daxil oldum Abdullahın evinə. Tələqnaməni göstərdim Üreynəbə, həyat yoldaşına Abdullahın. Deyir, elə ki tələqnaməni oxuyandan sonra gördü ki, hər şey bəs doğrudur. Ondan sonra başladı ki, vay nalə etməyə, ağlamağa, bərk ağlamağa. Dedim ki, bəs qorxma, Muaviyə deyib ki, bu tələqnamanın vaxtı qutarandan sonra, ki, iddia qutarandan sonra mən onu öz oğlum Yezidə alaram. Daha da çox başladı Üreynəb ağlamağa. Deyir, elə ki bu daha çox ağlamağa başladı, İmam Hüseynin sözü yadıma düşdü. Dedim, bəs yolda mən Hüseyinlə rastlaşdım, İmam da dedi ki, bu sözləri deyərsən ki, mən də onu istəyirəm. Mən də onu istəyirəm. Deyir, elə ki, bu sözü Üreynəbə deyəndən sonra Üreynəb sakit oldu, aram oldu. Və buna razılaşdı. Əbu Hüreyrə gəlib çatır Muaviyə yanına, Şama, bu vəziyyəti danışır, Muaviyə çox pis olur, pərişan olur. Bu pərişanlığı görəndən sonra, o ki müddət qutaranda, o 3 ay ki iddia qutarandan sonra Abdullah İbni Salam bilir ki, vəziyyət nədir, bunu aldadıblar, kör, peşiman qayıdır, hara? Mədinəyə. Mədinəyə öz evinə daxil olandan sonra görür ki, həyat yoldaşı yoxdur. Bilir ki, həyat yoldaşı hardadır? İmam Hüseynin evindədir. Gəlir İmam Hüseynin qapısını döyür. Salam verir İmam Hüseynə, diqqətlə qulaq asın əzizlərim. İmam Hüseynə salam verir. Salam verəndən sonra deyir, bilirəm, təqsir mənim özümdədir. Günah mənim öz nəfsimdədir. Mən günahkaram, deyir, ya Hüseyin. Mən heç bir şey istəmirəm. Bir şey əmanət vermişəm həyat yoldaşıma. O da bir hasardır. O hasarı mənə qaytarsın və ondan sonra qutardı. Siz sağ, mən salamat. İmam Hüseyin daxil olur evə, soruşur ondan, deyir ki, bəli, məndə bir hasarı var. Çıxır bayıra qapıya. Abdullah deyir, özün gir keçmiş xanımımın huzuruna və özün ondan al gedən hasarı. Elə ki, Abdullah girir Üreynəbin yanına və hasarı alandan sonra çıxanda Hüseyin deyir, dayan. And olsun Allaha. Əbu Hüreyrə bu sözü danışandan sonra Muaviyə və Yezidin bu sözlərini bildim ki, bu sənin üçün tələdir, ailən üçün. Mən ondan gedəndən sonra, iddia qutarandan sonra onu kəbin etmişəm, öz evimə gətirmişəm, amma öz evimdə bir bacı kimi saxlamışam. Öz evimdə bir bacı kimi saxlamışam, namusum kimi saxlamışam. Götür, həyat yoldaşımı təlaq verdim, apar. Nə qədər də ona mən mehriyə vermişəm, o mehriyəndə ona halal edirəm. Abdullah İbni Salam o zaman kör, peşiman və həyat yoldaşı ilə bərabər ağlayaraq İmam Hüseynin ayağına düşürlər ki, bizi bağışla. Sən nə cür insansan? Bax, dində olmaq budur. Əqidəli olmaq budur. O mənəvi dəyər ki var danışırıq. O dini dəyər ki var danışırıq, bax budur. Bunlar bizim üçün nümunədir. Biz bu nümunələri özümüz üçün ibrət götürməliyik və o hal ilə yaşamalıyıq. O hal olmasa mümkün deyil. Hər nə qədər namaz və ibadətdə olsaq və danışsaq buradan və hər yerdə ki danışılsa, əqidəmizdə bir gözəllik yoxdursa, əgər bizim hərəkətimizdə, dediklərimizdən bizim üçün bir nəsibimiz, payımız yoxdursa və o cür olmaqda biz çalışmırıqsa, nə faydası var bunların? Heç bir faydası yoxdur. Misal çəkdim ha Kərbəlada ki, minlərlə insan İmam Hüseynə tərəf getdi. Kimlər idi? Namaz qılanlar, ibadət edənlər, həcdə olanlar, gecə namazı qılanlar, orucluqda oruç tutanlar, düzmü? Onlar da bizim kimi insanlar idi. Amma haqqa tərəf qılınc qaldırdılar. Ona görə İslam buyurur, dinimiz buyurur, Allah Teala buyurur, Kur'an buyurur, Peygamber buyurur, imamlarımız buyurur. İlim
oxumaq lazımdır. Qur'anı oxumaq lazımdır. Qur'anla olmaq lazımdır. Və bilmək lazımdır. Və bizim üçün nümunə qoyulan Peyğəmbər, Qur'an və ondan sonra Əhl-i Beyt və gözəl sahabələr. Bunlar bizim üçün İslam nümunələridir. Bu nümunələrə baxıb həyat tərzimizi onlara uyğun keçirtməliyik ki, nicat qapısı üzümüzə açılsın. Və biz feyz ala bilək. Allahın əzizi olmaq, Allahın sevimlisi olmaq, Allahın istəklisi olmaq, bax o cürdür. O ki, o ruhiyyə dedim ki, İstiqlal, İmam Hüseyin nə buyurur? Deyir, ey insanlar, ey bəşər övladları. Mən nəyəm? Mən ruhi azad bir insanım. Ruhi azad olmaq bizə nədir? Yəni tamamen bütün bu dünyada nə varsa hər bir şey. Onu nə zaman deyir? Onu o zaman Kərbəlada, o ki atdan yıxılır İmam Hüseyin. Bunu görən düşmən qoşunu ləşkər əmr edir nə? Ki İmam Hüseynin xeymələrinə tərəf gedin. Yağmalayın xeymələri. Onda deyir İmam Hüseyin gözünü açdı, dedi ey ərəblər, əgər müsəlman deyilsizsə, əgər dininiz yoxdursa, əgər imanınız yoxdursa, heç olmasa kişi olun, kişi. Ərəblərdə adət deyil bir insanın, bir sahibin gözü açıq, hələ görür hər bir şeyi, onun varına, dövlətinə, malına, onun namusuna tərəf gedəsən. Bu adətdə deyil. Heç olmasa deyir kişi olun, kişi qeyrətiz olsun, qeyrət insanda lazımdır. Bizim Azərbaycan xalqının gözəl nümayəndələri olub. Sizə məsələn Gəncə xanım, Cavad xan, hər nə qədər müharibə olurdusa, nə dedi? Hər nə qədər ona məktublar yazıldısa, dedi ki, axır deyir Gəncəni ələ alarıq. Dedi, o zaman sən Gəncəni ala bilərsən ki, o zaman sən mənim qəbrimin, meyitimin üstündən keçəsən. Sən mənim nəşimin üstündən keçsən, o zaman sən Gəncəni fəth eləyə bilərsən. Və o cürdə etdi. Vətən üçün, torpağı üçün. Çünki saf bir insan idi. Məqsədi vətəni qorumaq idi. Amalı vətəni qorumaq idi. Namusu qorumaq idi. Ölkəsini qorumaq idi. Yağı düşməndən qorumaq idi. Ölüm belə onun gözünə adi gəlirdi. Niyə? Övladları ilə bərabər, ailəsi ilə bərabər. Tək deyir, vətənim qalsın. Torpağı mən azad eləyə bilim. O istiqlaliyyət var, o hürriyyət ki var, onu mən yaşaya bilim. Xalqım onunla yaşasın. Mən öz namusumu qoruya bilim. Bilir ki, təcavüzkar gəldi, mənim namusuma, mənim əqidəmə, mənim dinimə, mənim milli dəyərlərimə, mənim mənəvi dəyərlərimə toxunarlar. O vaxtdır Gəncənidir, sən tuta bilərsən ki, o zaman ki, sən mənim nəşimin üstündən keçərsən. O cürdə oldu. Özü və oğlu Gəncə darvazaların üstündə, nəşləri onların üstündən keçdi. Şah İsmail, hətta onun şeirləri türkcədir, Azərbaycan dilindədir, gözəl bir dildədir. Şah İsmailin həqiqi tarixinə baxanda o gözəl bir Azərbaycan sərkərdəsi və nümunə olan bir insan idi. Bütün dünyaya, bütün insanlığa, bütün bəşərə, bütün Azərbaycanlara, bütün qeyrətli olan insanlara. Çünki Şah İsmail özü çox gözəl bir əqidədə olan bir insan idi. Allah'ın hak olan dinini ve Kur'an-ı Kerim'i, Peygamber'i, Əhl-i Beyti ve güzel sahabeleri tanıyan ve onun yolundan çıkmayan insanlardan, serkerdelerden biriydi. Muhammed ve Ali Muhammed salavat zikrediyor. Allah Müteal buyurur, Allah ve onun peygamberine itaat edin. Fatiullah ve Rasulahu, Allah ve onun peygamberine itaat edin. Birbirinizle dir ve la tenaza'u fetefşelu, birbirinizle dir çekişmeyin. Eğer dir çekişseniz ve tezhabe rihukum, yoksa korkup zayıflayar ve güçten düşersiniz. Vesbiru innallaha ma'as sabirin, sabredin. Çünkü Allah sabr edenlerlendir. Birləşin, Allah'a ve peygamberine itaat edin ve ondan sonra buyurur ki birbirinizle çekişmeyin. Eğer Müslüman birbiriyle çekişerse, Müslümanlar arasında çekişme olarsa ne olar? Korkup deyir, zayıflayarsınız deyir. Çekişme insana zayıflık getirir. Müslümanlara zayıflık getirir. Bu tarihte biz bunu yaşamışız ve bunu görmüşük. Ama bizim için indi örnek olmalıdır. Biz Müslümanlar birbirimize can demeliyik. Bu vaxta qədər çox zaman bizim aldadıblar, ələ salıblar, kimlər isə aldadıblar.
Kimləri isə aldadıblar dünya üçün. Və nə üçünsə indi mən bilmirəm və yaxud da bilinir də. Amma bu dünyaya o qədər dil bağlanma. Hər şey burada qalıb gedəlidir. Sən gedərsən amma bunu etmə. Bu böyük bir bəladır. Yəni bunun cavabını vermək olmaz qiyamət günü. Hesab günündə bunun cavabını vermək olmaz. Cəmaatın, insanların, müsəlmanların haqqına girmək olmaz. Deyir, etmə bunu. Ona görə sözün əvvəlində buyurur ki, itaətdə ol, Allaha tanı. İtaət Allaha. Peygamberin, Allah'ın hakkı olan peygamberin tanı, itaat et ona. Ondan sonra buyuruyor ki وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا deyir. Aranızda deyir, niza salmayın. Aranızda deyir, birbirinizin qırmayın birbirinize. Birbirinize girmeyin birbirinize deyir. Eğer deyir, bu cür eləsəniz وَتَزْحَبَ رِيهُكُمْ ondan sonra eğer deyir, bu cür olsanız, ne kadar güçlü olmuş olsanız da, ne kadar imkanınız çok olsa da, siz birbirinize girenden sonra zayıflayacaqsınız deyir. Zayıflayacaqsınız. Zayıf olarsınız deyir. Yani zayıf olandan sonra ne olar? Başka bir ülke seni ne eder? Esareti altına alacak. Sen onun hükümranlığı altında olacaksan. Deyir, zayıfleme. Mümin zayıfleme, Müslüman zayıfleme. Tanı Rabbivi ve ondan git. O yolda ol ginen. O yolda olmaqla inkişaf et. Birbirinize can deyin. Birbirinizin evin yıkmayın, birbirinizin namusuna dokunmayın, birbirinizin ülkesine baskın etmeyin, birbirinizin nahak yerde kan tökmeyin, nahak fetva çıkartmayın. Bu dünya için nahak fetva çıkartmayın. Bunu demek istiyor. Kur'an bunu demek istiyor. Allah bunu demek istiyor, Allah Teala. Bunu öğretir bize. Eğer bu cür olsuz deyir, zayıflayacaqsınız. Diğer Müslüman olmayan ülkeler size hegemon olacaklar. Necə ki biz onun görürük, şahidiyik bugüne kadar. Görürük onu gözlerimizle ve şahidik. Bəsdir, kifayət değil mi? Ayılmaq ve lazımdır. Elimle ayılmaq lazımdır. İnkişafla ayılmaq lazımdır. Deyir, eləməyin belə bir şey. Allah'a hak bilin ve onun peygamberine itaatdə olun. Necə Allah'a itaatdə, siz peygamberine de o cür itaatdə olun. Birbirinizin arasında niza salmayın. Olmaz bu cür etmək. Zayıflayacaqsınız, çok zayıflayacaqsınız. Zayıflayenden sonra size diğer sizden olmayanlar size hakim olacaklar. O hakim olan vaxtda sizin vəziyyətiniz çok pis olacak. Acanacaqlı olacak, pis olacaksınız. Siz heyhat heyhat diyeceksiniz. Kaş bu cür olmayaydık diyeceksiniz. Çünkü varım, dövlətim, namusum elimden gitti. İndi hakimiyet başkasının elindedir. Hükümranlık başkasının elindedir. Deyir, bu cür olma Müslüman deyir. Güçlü ol. Ülkevi, vətənlivi qorumaq üçün. Necə ki 44 gündə biz vətənimizi, bizim qeyrətli, namuslu balalarımız vətənimizi hamılıqla, xalq olarak, yumruq olarak qoruduq. Qoruyabildik. Bütün dünya Azərbaycandan danışır. Deyir, o cür yaşamaqda davam et. Süs olma deyir, o cür yaşamaqda davam et. Birbirinizə kömək edin. Ola bilər aramızda kimsə zayıf olsun. Ola bilər kimsə başka bir yola geçsin. Tutun elinden, koymayın, imkan vermeyin. O tərəfə geçsin, imkan verme deyir. Olmaz. İmkan verme. Eğer geçse 1, 2, 3 çoxalacaq, zayıflayacaqsan deyir. Etmə, təfriqə salma. Mehriban ol birbirinden. Birbirinden danış, de, gül. Allah belə istəyir. Bu cür olsaq əlbəttə ki Allah Teala bizim her zaman yanımızda olacak. Yanımızdadır ama her zaman tərəfimizdə olacak. Çünkü ona tərəf yön alırıq. Ona tərəf hamılıqla yön alsaq nə gözəldir. Deyir, İnnallaha ma'as-sabirin. Sonra deyir, səbr edin. Tez özünüzden çıkmayın. Allah deyir, Peygamber, İnnallaha ma'as-sabirin. Allah səbredenlerlendir. Onlar darıxmasınlar. Bu hayat imtihandır. Her cür olabilir. Ama darıxmasınlar, səbr etsinler, güc toplasınlar, güclü olsunlar, ülkelerin qursunlar, vətənin qursunlar, onun keşiyində diyansınlar. Məhz odur, o hürriyet, istiqlaliyyət nədir? O ləzzətdir, o daddır, o gözəllikdir ki bize Allah Teala əta eləyib. Biz indi onu yaşayırıq ama ərazi bütövlüyümüzlə yaşayırıq. İndi də ki istəyirik ki ülkemizlə beraber Qərbi Azərbaycanda vətəndaşlarımız, soydaşlarımız ora köçsünlər. Bizim orada 300'den çok məscidlərimiz olub, ziyarətgahlarımız olub. Onları dağıdıblar. Hələ indi mərkəzdə, Yerevanın mərkəzində olan məsciddə indi də alkol satılır. Yəni spirtli içkilər satılır. Orada restoran kimi, bir künc kimi, köşe kimi hazırlanıb insanlara xidmət edir. Amma Müslüman Azərbaycan məscididir. İnşallah Allah'ın izniyle Allah Teala o günü de bize yaşatacak. Necə ki 7 yıl, 8 yıl bundan önce biz Qarabağa qayıdarıq deyəndə əksər insanlarımız inanmırdı ki gitti de kurtardı. Ama biz
ruhaniler sizlerle beraber burada illerle olan insanlar her zaman cümə günlerinde, her zaman ehya gecelerinde, her zaman aşura vaktinde, Muharrem ayında ellerimizi kaldırıp Allah'a yalvararak, ağlayarak yalvarırdık ilahi. O torpaqların elde olmasında biz Azərbaycana güc ver. Ve Allah biz sesimizi eşitti, bize güc verdi. Biz o torpaqları geri alabildik. Şəhidlərimizin sayesinde, qeyrətli, namuslu balalarımızın sayesinde. Onu korumak lazımdır. Əzizlərim, korumak, müstəqilliyimizi korumak. Bu görürsünüz, 28 May müstəqillik günümüzün bayramıdır. Bu münasibətle siz əzizlərimi, Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Ve Allah'tan yegane arzum budur ki Allah Teala bizim bu müstəqilliyimizi ebedi karar versin. Ve bu müstəqilliğin korunmasında bize güc versin. Azərbaycan xalqının yanında olsun. Her zaman biz uğurlara imza ataq inşallah. Bizim ərazi bütövlüyümüz ebedi olsun. Şanlı, üçrəngli bayrağımız ebedi dalgalansın. Ve ülkemizde emin-amanlıq bərqərar olsun. Ve bizim bu ərazi bütövlüyümüz her zaman bizim gələcək nəsillərimizə çatması için Allah Teala biz Azərbaycanlılara kömək olsun inşallah. Biz Azərbaycanlıların yanında olsun inşallah. Biz Müslümanların yanında olsun inşallah. Allah'ım sana an verirəm Celal ve İzzetin xatirinə. O ki vətən üçün, o ki torpaq üçün qan töküblər. Ya Rabbim Allah kanından keçiblər, canından keçiblər, cavanlığından keçiblər. İlahi onları gəni rəhmət qərar verginən. İlahi onların ruhların şad qərar verginən. İlahi onları peygamberlerle, Kərbəla şəhidləriyle həmnişin qərar verginən. Onların ailələrinə səbir verginən. İlahi həqiqi yolda olmaqda, həqiqi İslamda olmaqda ve həqiqi sənin dinini yaşamaqda bizim hər birimizə kömək ol ki. Hər bir Azərbaycanlıya kömək ol ki. İlahi kimlər ki bu cür yaşamağı bizə istəməzlərsə, hoşlanmazlarsa onların şər və xətasını üzerimizden ve Azərbaycanımızdan uzak qərar ver ki. İlahi bu müstəqilliyin əldə olunmasında bizim ordumuz, bizim əskər və zabitlərimiz, ilahi onları hifz eyle yine. Ölenlerin gəni rəhmət qərar ver ki. Yaralı qazilərimizə şifa ver ki. İlahi onlara ruzi bolluq qərar ver ki. İlahi ya Rabbim Allah sənə an verəm Celal ve İzzetin xatirinə bizim Azərbaycanımızda tanınmış cəngavərlərimiz, din xadimlərimiz, həqiqi yolda olanlarımız var. İlahi bu Azərbaycan üçün indi də çalışanlar var. Həqiqətən də çalışanlar var. İlahi onların yanında həmişə ol ginən. İlahi həmişə onlara kömək ol ginən. Onların düşmənlərin onlardan uzaq qərar ver ginən. Onların düşmənlərin həmişə məğlub qərar ver ginən. İlahi səngərdə olan balalarımız var. Əskər zabitlərimiz var. Onları heç yoxdan qoru ginən. Onların gözlerine ışık ver ginən. İlahi onlarla üzbeüz olan düşmənləri həmişə məğlub qərar ver ginən. Bizim ordumuzu, əskerlərimizi, zabitlərimizi həmişə qalib qərar ver ginən. Ya Rabbim Allah bizi bir-birimizə mehriban qərar ver ginən. İlahi aramızda ihtişaş yaradan insanlar eğer varsa ilahi onların şərf və xətasından bizləri və ailələrimizi qoru ginən. Azərbaycanımızı qoru ginən. İlahi onları bizden Azərbaycandan uzaq qərar ver ginən. İlahi sənə and verəm Celal ve İzzetin xatirinə ismət ve həyamızı, avrımızı elimizden alma. İlahi bizim kız gelenlerimize, ana bacılarımıza Hanım Fatime Zehra ismetinden, hayasından bəxş qərar ver ki. İlahi bizim cavanlarımıza, bizim gençlerimize ya Rabbim Allah İmam Hüseynin, Ali Ekber'in şücaətindən, elmindən, hilmindən, imanından bəxş qərar ver ki. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Peygamber ve Ali Peygamber salavat işleyin. Allahümme salli ala Muhammed ve Ali Muhammed.